Problem komandası olaraq işıqlandırdığımız daha bir məsələ öz müsbət həllini tapdı. Ötən buraxılışımızda Nərimanov rayonunda yerləşən Dəlidağ küçəsinin yararsız vəziyyətdə olan yol örtüyü barədə reportaj təqdim etmişdik. Problem uzun müddət idi, həllini tapmırdı. Xüsusilə güclü yağıntılardan sonra vəziyyət daha da pisləşmişdi. Komandamızın hazırladığı reportaj yayımlandıqdan sonra aidiyyatı qurum məsələ ilə bağlı tədbir görərək ərazidə təmir işlərinə start verdi. Təbii ki, görülən işlər yolu Dəlidağ küçəsindən düşən istər piyada, istər sürücülərin ürəyindəndir. Görülən işlərlə bağlı elə problemi ictimailəşdirən Nəzrin Nəzərli xəbər verəcək. Yağışlardan sonra beləsinə bir yağmalar əmələ gəlib, bütün maşınlar düşür, pis günə qalır. Bax, bütün küçə o gündədir. Real TV çəkdi, daha bir problem çox keçmədən öz həllini tapdı. Xatırlayırsınızsa, ötən buraxılışımızda sizə Nərimanov rayonunun nahamar yollarından xəbər vermişdik. Problem komandası olaraq Nərimanov bələdiyyəsinə etdiyimiz müraciət əsasında qurum dərhal hərəkətə keçdi. Sürücüləri narahat edən Dəlidağ küçəsinin Kələkötür yollarında təmir işləri aparıldı. Küçə boyunca bir neçə yerdə müşahidə olunan irili xırdalı çuxurlar dolduruldu. Çalışırıq qaldırılan bütün problemləri operativ surətdə aradan qaldıraq. Dəlidağ küçəsində çuxurları yenidən asfaltladıq və bu da təbiidir sürücülərin xoşuna gəlir və sürücülərin rahatlığını təmin etmiş oluruq. Sürücülər görülən işlərdən razıdırlar. Onlar artıq avtomobillə rahat hərəkət etdiklərini deyirlər. Müsahibəyə vermişdim sizin kanala ki, Dəlidağ küçəsi ilə əlaqədar olaraq bu yağmaların bağlanmasına əlaqədar Allah canınızı sağ eləsin, sizin simavızda bu günləri üstündən heç bir gün də keçməyib, sutka da keçməyib, gəliblər, asfaltlayıblar. Çox sağ olun, Allah canınızı sağ eləsin. Təşəkkür bildirirəm sizə. Belə problem komandası olaraq daha bir problemin ən qısa zamanda həllinə nail olduq. İndi isə yol alırıq problemlərinin həllini gözləyən növbəti ünvanlara. Nəzrin Nəzərli, Elxan Camalov, Azər Qarayev, Real.